Salam əziz tələbələr, hər vaxtınız xeyir. Bugün sizinlə burada qeyd etdiyim kimi modal feillər haqqında danışacağıq. Yəni modal feillər ümumiyyətlə uşaqlar feillərlə bağlı keçəcəyimiz demək olar ki, sonuncu mövzudur və modal feillər qəbulun vazkeçilməz suallarından biridir. Tələbələr tərəfindən də çox sevilir, çünki bir-iki dənə nüans var. Onu bilməklə modal feillə bağlı test tapşırıqlarını asanlıqla yerinə yetirmək olur. Onu da qeyd edeyim uşaqlar, axırıncı dəfə səhv etmirəmsə 2019-da biz onu görmüşük qəbul imtahanlarında. Amma bu da belədir ki, yəni feillə bağlı mövzular çox olduğuna görə feillərlə bağlı hardasa 2 dənə, 3 dənə sual düşür. O da dəyişir. Bəzən complex object düşür, bəzən zamanlar, to do, to have, to make birləşmələr düşə bilər. Onları da sizə göndərəcəm PDF-lərdə. Mütləq şəkildə baxmalısınız. Belə, bəzən modal feillər düşür. Yəni bunlar bir-birini belə desək də illər üzrə nə edilir? Tamamlayır yəni bu formada. Amma təbii ki, biz hər birini öyrənməliyik, hazırlıqlı şəkildə qəbul imtahanına getməliyik. Uşaqlar, modal feillərlə bağlı deyəcəyim ən vacib nüanslardan biri odur ki, modal feildən sonra siz mütləq şəkildə nə görməlisiniz? Feil görməlisiniz. Bu feil tulu da ola bilər, tulsuz da ola bilər. Təbii ki, modal feilə görə dəyişir. Bəzi modal feillər var, özündən sonra tulu tələb edir feili. Bəziləri var, sadə şəkildə tələb edir. Amma mütləq şəkildə siz feil görməlisiniz modal feildən sonra. İndi isə gəlin keçid alağın. Deməli, birinci modal feildən hansından bizim üçün ən tanış olan, məşhur olan kəndən başlayaq danışmağa. Uşaqlar, kən nə deməkdir? Bacarmaq, bilmək mənasını verir. Bacarmaq, bilmək. Və onu qeyd eləmək lazımdır ki, kənin ümumiyyətlə dostlar, yalnız indiki və sadə zamanı var. Yəni kəndən belə digər zamanlarda istifadə oluna bilməz. Keçmiş zamanı hansıdır? Could. Yəni bacardı, bildi. Bu mənada istifadə olunur. Yəni kənin bir modal feil kimi yalnız indiki zaman forması var və keçmiş sadə zaman forması var. Digər məqam nədir? Şəxsə görə dəyişmir, digər zamanlara görə dəyişmir. Bir daha vurğulayıram. Sadəcə indiki zaman forması və keçmiş zaman forması var. Şəxsə görə dəyişmək nə deməkdir? Yəni üçüncü şəxsin təkində kən modal feilini mən sonunda is şəkilçisi görə bilmərəm. Gəlin belə bir cümlə yazaq. Məsələn, diqqətli olaq uşaqlar. She can swim. Yəni o üzməyi bacarır. Sadə bir cümlədir. Və yaxud uşaqlar diqqətli olun. Məsələn yaza bilərəm. He can speak baxın. Yəni o iki ilə danışmağı bacarır. Görürsünüz, üçüncü şəxsin təkindədir hər iki mənim mübtədam. Amma şəxsə görə dəyişmir deyə sonda mən s-dən istifadə eləmirəm. Belə, yadda saxlayırıq və bu da hansı zaman formasıdır bunun? Sadəcə olaraq deməli kənin indiki zaman formasıdır. Could sənədi keçmiş sadə zaman formasıdır uşaqlar. Bir də sual və inkarı özü vasitəsilə düzəlir. Onu da yadda saxlayırıq ki, kən deməli modal feilinin sualını və inkarını özü vasitəsilə düzəldirəm. Sualda necə olur? Kən mübtədadan qarşıya keçir. Məsələn, baxın. Belə bir şey yazıram. Suala çevirmə prosesində deməli. Bu oldu artıq onun nəyi uşaqlar? Sual forması. Və eyni zamanda inkara çevirmək istəyirəmsə, bu formada qeyd edə bilərəm. Deməli, he can't və yaxud da can notda yaza bilərəm. Speak və cümlənin ardını yazıram. Deməli, can modal feili yalnız keçmiş və indiki sadə zamanda istifadə oluna bilər. Sualı və inkarını özü vasitəsilə düzəldirəm. Özündən sonra to-suz feil tələb edir. Bunları bilsək bizim üçün kifayətdir. Uşaqlar, gəlin indi keçid alaq nəyə? İkinci modal feili. İkinci modal feilimiz təbii ki, hansı olacaq? Can'in sinonimi to be able to. Uşaqlar, to be able to
Belə deyək. Əslində ingilis dilinə nəzər salsaq, daha çox danışıq dilində istifadə olunursa, to be able to belə deyək də akademik səviyyədə istifadə edilir. Yazışmalarda, yazılarda filan öz əksini tapır. Amma dim üzərindən belə bir fərq qoyulmur. Sinonim kimi verəcəklər onu testin kontekstindən asılı olaraq variantlarda hansını görürsünüzsə, onu götürəcəksiniz. Deməli, qeyd edirəm to be able to. Bu bizim oldu hansı? İkinci modal feilimiz. Bunun daha sərgəli yazaq. Deməli, ikinci modal feilimiz. Bunun da mənası nədir uşaqlar? Bilmək, bacarmaq kimi istifadə olunur. Və diqqətli olsanız, bunun sonunda to var. Deməli, özündən sonra necə demək feil tələb eləyir? Təbii ki, to'lu feil tələb edəcək. Uşaqlar, artıq to be able to modal feilim şəxsə və zamana görə dəyişir. Və şəxsə zamana görə dəyişdiyi üçün bunun sualını və inkarını işləndiyi zamanın köməkçi feillə düzəltmək lazımdır. Məsələn, gəlin indiki zaman formasına baxaq. Hansılar olacaq? Am, is, are able to. Daha sonra uşaqlar, keçmiş zamanda hansıdır? Was, were able to. Gələcək zamanda bəs shall, will, təbii ki, be-ləri də mütləq olmalıdır. Baxın, altından xətt çəkirəm. Passive voice-da olduğu kimi, məhcul növdə olduğu kimi be-ni əgər görmürsünüzsə, deməli shall able to, will able to deyə bir modal feilim yoxdur mənim. Mütləq şəkildə be-si olmalıdır. Bu gələcək sadə zaman üçündür. Sonra keçmişə nəzərən gələcək zaman var idi uşaqlar bizdə. O hansıydı? Qeyd edirəm. Should, would be able to. Eyni zamanda indiki bitmiş zaman onu alttan yazacağım uşaqlar sizin üçün. Have, has, bir binində yazaq, sonra able to. Bir də uşaqlar keçmiş bitmişdə hansıdır? Had been able to. Deməli, istifadə olunur bu formada. Zamana görə gördünüz, demək olar ki, bütün zamanlara görə dəyişdi. Zamana görə dəyişdisə, şəxsə görə də avtomatik dəyişir. Yəni, üçüncü şəxsin təkində nədən istifadə edəcəm indiki zamanda? Is-dən, keçmişdə was-dan, nə bilim, indiki bitmişdə has-dən. Baxın, bunlarda diqqətli olursunuz. Təbii ki, gələcək zamanda belə də təkcəm fərqi olmur. Keçmiş bitmişdə də elə hər şeylə had istifadə edirik. Sualına və inkarına gələndə uşaqlar, yadda saxlayıram, hansı zamanda istifadə olunubsa, həmin zamanın köməkçi feilinə əsasən düzəlir onun sual və inkarı. Məsələn, indiki zamanda əmizarla, keçmişdə was-were-lə, sonra məsələn, baxaq, indiki bitmişdə nə ilə istifadə olunacaq? Have-dən, has-dən istifadə olunacaq. İnkardan təbii ki, bu köməkçi feillərə not inkar səci qoşacaq. Məsələn, have not, has not, had not, daha sonra shall not, will not və ya da won't, was not, wasn't, were not, weren't şəklində, isn't, aren't şəklində inkar forması da bunun düzəlir. Yəni uşaqlar, bununla bağlı bir-iki dənə cümlə yazaq. Məsələn, baxın. They were able to finish the reports. Demək, nə deməkdir uşaqlar? Onlar hesabatları qutara bildilər. Baxın, keçmiş zamanda istifadə etdim bunu. Were able to şəklində. Baxın, to'su da yanında olur. To'lu nə gətirdi özündən sonra? Feil gətirdi. Mütləq diqqətli olursunuz bu məqamlarda. Yox, əgər mən belə deyək də, deməli, əgər suala çevirmək istəyirəmsə, were bundan əvvələ gətirməliyim, mütləqdən əvvələ və yaxud da were not inkar hissəciyi qoşmalıyım bunun inkar formasında. Bu keçmiş sadədə olduğu üçün mən onun sual və inkarında were'dən istifadə elədim. Digər zamanlarda da həmin zamanlara uyğun köməkçi feildən istifadə olunur. Deməli uşaqlar, bu bizim ikinci modal feilimiz. Gəlin üçüncü haqqında məlumat əldə edək. Üçüncü modal feilimiz hansıdır? May, might. Demək uşaqlar, qeyd eləyək. Burada uşaqlar söhbət gedir, mənası nədir? Bilmək və belə deyək də ehtimal, icazə, güman, sonra şübhə mənaları özündə ehtiva eləyir və özündən sonra sadə feil tələb edir, to'suz formada. Yalnız indiki zamanda ola bilər, bir də keçmiş zamanda. Keçmiş zaman forması da nədir? Burada qeyd edirəm sizin üçün, might'dan istifadə edilir keçmiş zaman üçün. Və diqqətli olmaq lazımdır ki, şəxsə zamana görə dəyişmir, sual və inkarını özü düzəldir. Deməli, sual və inkarı.
özü düzəldir. Deməli, şəxsə zamana görə dəyişmədi, sualını və inkarını özü düzəltdi. Məsələn, uşaqlar diqqətli olun. Belə bir cümlə yazaq. He may attend the lecture. O mühazirədə, belə deyək də, iştirak edə bilər. Yəni gördüyünüz icazə xarakterli bir cümlə kimi təqdim olundu və eyni zamanda inkarda mən əgər vermək istəyirəmsə, may'dən sonra not inkar hissəsindən istifadə edəcəm. Yox, əgər suala çevirmək istəyirəmsə, sual formada təqdim etmək istəyirəmsə cümləni, may nə etmək lazımdır? Mübtədadan əvvələ gətirmək lazımdır. Ümumi qaydalardır. Yəni burada da bir belə deyim də fərqli məqamlar yoxdur. Və yaxud uşaqlar belə bir cümlə yaza bilərik. You may leave early today. Sual formada qeyd edə bilərik. Məsələn, uşaqlar. With my friends. Baxın, mən dostlarımla deməli çölə çıxa bilərəmmi? Uşaqlar, gördüyünüz kimi may'in istifadə olma məqamları belədir. Sadəcə yadda saxlayırsınız, sual və inkarını mütləq şəkildə özü düzəldir. Şəxsə və zamana görə nə etmir? Dəyişmir. Sadəcə indiki zaman forması var və keçmiş zaman forması var. O da might'dır. Deməli, uşaqlar, burada bir qeydimiz var bizim yadda saxlamalı olduğumuz. O hansıdır? Bir dənə diqqətli olaq. Bu hissəni silim. Demək, əgər mən may ilə sual verirəmsə, həmin sualda uşaqlar inkarda cavabı masından da verə bilərəm. Baxın. Demək, bir daha qeyd edirəm. May ilə mən əgər sual verirəmsə, verilmiş həmin o suala cavab olaraq inkarda həm may notla cavab vermək olar, həm də mustla cavab vermək olar. Məsələn, baxın, bu sual cümləsidir. May I go out with my friends? Yazıram bura. Məsələn, no, you may not. Və yaxud da no, you mustn't. Bir dəqiqə səliqəli yazın bunu uşaqlar sizin üçün. Baxın, bu sual cümləsinə diqqətli olursunuz uşaqlar. Bu sual cümləsinə mən inkarda iki cür cavab yaza bilərəm. Yəni ümumiyyətlə may ilə verilən sual cümləsinə inkarda iki cür cavab yazmaq olar. Ya belə deyim, may'in özü ilə yazıram no, you may not və yaxud da mustla no, you mustn't. Təsdiqdə də fərqi, yəni belə deyək də fərqi yox deyəndə sadəcə may ilə yazıram. Yes, you may şəklində qeyd edirəm. Bir də uşaqlar qeyd olaraq yadda saxlayırsınız ki, mind, baxın, belə bir ifadə yoxdur. Sadəcə olaraq may not var inkarda. Biz daha çox öyrəşmişik qısaltmadan istifadə eləməyə, amma may notun nəyi yoxdur? Qısa versiyası yoxdur. Bu da bizim sadəcə 3-cü modal feilimiz idi. Gəlin indi 4-cü modal feil haqqında məlumat əldə edək. 4-cü modal feilimiz uşaqlar bizim belə deyək, must'dır. Must malı məli mənasında istifadə olunur və özündə biraz vaciblik ehtiva eləyir. Daha çox məcburiyyət ehtiva eləyir. Məsələn, tutaq ki, məktəbli forması geyinməlisiniz. Baxın, bu formada məktəb qaydalarına tabi olmalısınız. Yəni, özündə bir qədər nə ehtiva elədi? Məcburiyyət. Gəlin, qeyd eləyək bunu, uşaqlar. 4-cü. Yazıram bura must. Malı üstü 2, yəni malı məli şəklinə tərcümə olunur, məcburiyyət ifadə edir özündə və uşaqlar özündən sonra to'suz sadə feil tələb edir. Yəni to'lu feil gəlmir. Yalnız indiki sadə zamanda istifadə olunur, sualını və inkarını özü vasitəsilə düzəldir və şəxsə zamana görə dəyişmir. Yəni sadəcə olaraq indiki zamanda must şəklində görəcəksiniz, şəxsə görə də dəyişmir. Şəxsə görə dəyişmir nə deməkdir? Bir daha qeyd edirəm. Yəni üçüncü şəxsin təkində s, is şəkilçilərini qəbul etmir. Məsələn, belə bir cümlə yazaq uşaqlar bura.
Nə deməkdir? Biz məktəb qaydalarına tabe olmalıyıq. Yəni belə deyək də uşaqlar, inkarını düzəldərkən mustn't-dan istifadə edəcəm. Sual formasını düzəldərkən isə must'ı nə etməliyəm? Mübtədadan əvvələ keçirtməliyəm. Burada da belə bir məqam var ki, must'la verilən deməli, sual cümlələrində, bayaq necə dedik, mənlə verilən sual cümlələrində mən inkarda nə verməliyəm? Həm mustn't şəklində cavab verə bilərəm, həm may not şəklində cavab verə bilərəm. Must'la olan sual cümlələrində isə belə deyək, həm mustn't şəklində mən cavab verə bilərəm, həm də needn't şəklində cavab verə bilərəm. Məsələn, belə bir cümlə yazaq, daha aydın olsun bizim üçün. Bu hissədən yazıram. Must you learn these words? Baxın uşaqlar, sual cümləsidir. Deyir, sən bu sözləri öyrənməlisən. Cavabı necə verə bilərəm? Bir dəqiqə bu hissəni silək, qarışmasın bir-birinə. Yəni, əgər mən inkarda cavab verirəmsə, belə deyə bilərəm. No, I mustn't, ya da no, I needn't. Yəni sualı mənə verib deyə mən özümdən cavab verirəm. No, I needn't. Eyni zamanda əgər təsdiqdə cavab verirəmsə, təbii ki, yazacağım yes, I must şəklində. Deməli, cavabını qeyd edəcəm. Bu formada mustla bağlı uşaqlar, deməli, bizə lazım olan məlumatları qeyd etdim sizə. İndi gəlin 5-ci modal feilimiz olan have to haqqında danışaq. Deməli, have to-nun da mənası ilə malı-məli deməkdir, özündə məcburiyyət ehtiva eləyir və bir növ, belə desək, must'ın sinonimidir uşaqlar. Və həmçinin must'dan fərqi nədir? Belə deyək, şəxsə və zamanlara görə dəyişməsidir. Qeyd eləyək bura, have to. Deməli, mənası nədir? Malı üstük, yəni malı-məli məcburiyyət ifadə edir. Baxın, kökündən də göründüyü kimi özündən sonra to'lu feil nə edir? Mütləq şəkildə tələb edir. Şəxsə zamana görə dəyişir. Bayaq qeyd elədim. Sual və inkarını isə to be able to-da olduğu kimi işləndiyi zamandan asılı olaraq həmin o zamanın köməkçi feilləri vasitəsilə düzəldir. Gəlin baxaq bir-bir. İndiki sadə zaman üçün qeyd eləyirəm. Have to, has to istifadə olunur uşaqlar. Keçmiş sadə zamanda olacaq nə? Had to şəklində. Sonra gələcək sadə zamanda necə olacaq dostlar? Shall, will, have to plus have to-dan istifadə edəcəm. Baxın, burada be yoxdur ya, yadda saxlayırsınız. Shall be, will be, should be, would be, bunlar istifadə olunur. To be able to-da, orada be var, oradan yadda saxlayın. Amma have-də isə shall, will, have to şəklində yazmaq lazımdır. Sonra digər bənzəm zamanı hansı idi? İndiki bitmiş zaman. Burada olacaq have, has plus had to. Deməli, uşaqlar, budur. Yəni ki, verb 3 formada istifadə olunub. Have, has də belə deyək, nə ifadə edir? Bitmiş zamanlığı ifadə edir. Sonra keçmiş bitmiş zaman qeyd edirəm burada had, keçmiş bitmişin göstəricisi və had to, have to-nun verb 3 forması. Sonra keçmişə nəzərən gələcək zamanda necə olacaq uşaqlar? Qeyd edək burada keçmişə nəzərən bir dəqiqə. Gələcək zaman olacaq should, would plus have to. Deməli uşaqlar, yadda saxlayırsınız. Birinci, have to ilə has to-nun sualını və inkarını do ilə does-la düzəldirlər. Yəni sualda do və does mübtədadan qabağa keçir, önə keçir. İnkarda isə don't və doesn't şəklində yazmaq lazımdır. Had to-nun sualını uşaqlar did-lə düzəldirlər. Did-lə düzəltdiyimiz üçün, yəni artıq did-dən sonra had to nəyə çevrilir? Have to şəklində olmalıdır. İnkarı da didn't vasitəsilə verilir. Yerdə qalanlarında isə belə deyək də köməkçi feil nədirsə onun vasitəsilə düzəltmək lazımdır. Shall, will, have to-da shall-dən, will-dən istifadə edilir. Have, has, had to-da uşaqlar belə deyək, have və has-dən istifadə ediləcək. Had to-da had-dən istifadə edilir. Should, would, have to-da should və would-dan deməli istifadə etmək lazımdır mütləq şəkildə. İndi gəlin bir-iki nümunə yazaq buna uyğun. Deməli, you have to
to repeat these rules. Nə deməkdir? Sən bu qaydaları təkrar etməlisən. Dostlar, baxın, have to repeat. Yəni to'lu belə deyək də feillə istifadə olunur. Yəni to əslində bunun kökündədir. Yəni have to şəklində görməlisiniz. Tutaq ki, burada to yoxdursa, deməli modal feil kimi bunun istifadə olunması yanlışdır. Hə, have to varsa, belə deyək də has to varsa, dedik bunun sualı və inkarını necə düzəltmək lazımdır? Don't-la, doesn't-la, do-la yoxsa does-la. Had to tək varsa, keçmiş sadə zamandırsa, did-la yoxsa didn't-la düzəldir. Məsələn, baxın, yazıram bura nə? Do you have to repeat these rules? Sual işarəsi. Və yaxud da yaza bilərəm uşaqlar. You don't have to these rules. Dostlar, diqqətli olmalı olduğunuz məqam nədir? Bəzən testlərdə do-nun yerinə gətirib burada suala çevirməni ilə həyata keçirirlər. Have-in özü ilə. Baxın. Have-i buradan silirlər, gətirirlər, buraya yazırlar have. Baxın, bu versiya başdan nədir? Yanlışdır. Yəni, have-to haqqında da bunları bilsəniz sizin üçün belə deyək də kifayətdir. Onu da qeyd edeyim ki, buradan yəni biz nə dedik? Have to do, has to do, had to do. Bunların sualını, inkarını və deməli sual və inkarını bəli düzəldirəm. Do-la, does-la, don't-la, doesn't-la, did-la, didn't-la. Buna görə mən cümlədə nə görə bilmərəm dostlar? Haven't to. Baxın, bu belə bir şey görsəniz səhvdir. Hasn't to. Bu da səhvdir. Hadn't to. Bu da səhvdir. Bunun düzgün versiyaları necədir uşaqlar? Deməli, üzürlü sayın did yox. Don't olmalıdır. İndiki zamanda onun üçün yazmalıyam. Don't have to. Yox da doesn't have to. Didn't have to. Baxın, düzgün versiyaları isə bunlardan ibarətdir. Demək, keçid alaq indi sadəcə 6-cı modal feilimizə need. Need əslində bir qədər maraqlı modal feildir. Yəni needin həm əsas feili kimi istifadə olunma məqamları var, həm də modal feili kimi. Bunun üçün də qəbulda uşaqlar onu deyim ki, çox belə istifadə edirlər. 2020-də, 2020-nin qəbulundaydı, səhv etmirəmsə, inkar cümlələr need ilə qarışıq formada düşmüşdü. Həm əsas feil, həm modal feil kimi. Amma yəni yazmaq o qədər də çətin deyil. Bir-iki qaydası var, onu deyəcəm sizə. Yəni o qədər də problemli bir şeylər yoxdur burada. Deməli, qeyd edirik 6-cı modal feilimiz. Hansıdır bu? Need. Mənası nədir? Ehtiyacı olmaq. Uşaqlar, need modal feil kimi özündən sonra to-suz feil gətirilməlidir. Mütləq şəkildə sadə feil gətirir. Deməli, need modal feil olarsa, sualını və inkarını özü düzəldir və sual və inkar cümlələrində istifadə olunur. Bəzən negativ məzmunlu, yəni inkar məzmunlu mən təsdiq cümlələrdə need-i görə bilərəm. Amma dimin testlərində, ümumiyyətlə dimin belə də qəbul proqramında need daha çox istifadə edilir. Sual və inkar cümlələrində. Elə siz də sual və inkarda görəcəksiniz. Şəxsə zamana görə də nə etmir? Dəyişmir. Özündən sonra da mütləq uşaqlar sadə feil tələb edir. Bunu da dedim sizə. Deməli, məsələn, diqqətli olaq. You needn't deməli, baxın uşaqlar. Deyir, yəni ki, gülləri sulamağına ehtiyac yoxdur. Və yaxud da baxın, belə bir şey yaza bilərəm. Bu tipli cümlələrdə təbii ki, need nədir? Modal feildir. Çünki nə dedik? Əgər inkarını özü düzəldirsə, sualını özü düzəldirsə, modal feil olmalıdır. Çünki need modal feil kimi sual və inkarını özü vasitəsilə düzəldir. Və özündən sonra nə gətirir? To-suz
sadə feil gətirir. Baxın, bu nüansda diqqətli olursunuz. Need modal feil kimi sual və inkarın özü düzəldir. Yəni needn't formasında görürəm. Deməli, sualda isə need mübtədadan qarşıya keçməlidir, əvvələ gəlməlidir. Və eyni zamanda özündən sonra to-suz feil gətirir. İndi gəlin needi biz nə kimi analiz eləyək? Əsas feil kimi nəzərdən keçirdək. Need əsas feil kimi. Deməli, uşaqlar, diqqətli olursunuz. Need əsas feil kimi ümumiyyətlə yadda saxlamaq lazımdır ki, sual və inkarını işləndiyi zamandan asılı olaraq köməkçi feillə düzəldirlər. Yəni, əgər need adından göründüyü kimi əsas feildirsə, hər zamanda istifadə edilə bilər. Sonra şəxsə görə dəyişir. Yəni, indiki zamandadırsa, üçüncü şəxsin təkində belə deyək, şəkilçi qəbul edir. Keçmiş zamanda istifadə oluna bilər, bitmiş zamanlarda istifadə oluna bilər. Bəs əsas feil kimi özündən sonra nə gətirir uşaqlar? To-lu feil gətirir mütləq şəkildə. Verb ing gətirə bilər və həmçinin özündən sonra isim, əvəzlik, deməli nə edir? Gətirə bilər. Baxın, burada problem yoxdur. Məsələn, baxın, belə bir cümlə yazaq. I need some water. Mənim, belə deyək də, biraz suya ehtiyacım var. Baxın, uşaqlar, özündən sonra nə gəldi? Əvəzlik gəldi. Deməli, bu cümlədə əsas feildir. Yəni, digər məqamdan desək, özündən sonra birbaşa to-suz feil gəlməyibsə, nədir? Cümlənin əsas feildir. Və yaxud da to-lu feil gətiribsə, cümlədə əsas feil kimi istifadə edilir. Məsələn, belə bir şey yaza bilərəm. Baxın, he needs to drink some water. Onun biraz su içməyə nədir? Ehtiyacı var. Uşaqlar, gördünüz, özündən sonra to-lu feil gətirdi. Bu da o deməkdir ki, artıq need nədir? Cümlənin əsas feilidir. Yadda saxlayırıq. Yəni, need-dən sonra birbaşa sadə feil gəlsə to-suz. Bu olur modal feil. Yox, əgər need-dən sonra feil gəlmirsə, yəni heç bir cümlədə feilim yoxdursa, əvəzli və ya isim gəlibsə, bu mənim əsas feilimdir. Və yaxud da to-lu bir feil gəlibsə need-dən sonra, bu da cümlənin əsas feili kimi istifadə edilir. Əsas feil kimi də sualı və inkarını düzəldərkən işləndiyi zamandan asılı olaraq köməkçi feillərə uyğun qurulur. Məsələn, indiki sadə zamandırsa, necə mən buna sual verə bilərəm? Yazıram, does he need to drink some water? Baxın, bu formada deməli mən bunun sualını qurdum. Gördünüz uşaqlar? Yəni, belə bir formada sizə cümlə təqdim olunsa və desə ki, düzgün modal feilli cümlələri seçin, burada artıq need modal feil deyil, əsas feildir. Yəni, modal feil kimi needin sual və inkarını özü düzəldir. Ya needin şəklində görməlisiniz, ya da ki, need mübtədadan qarşıya keçməlidir. Digər bütün məqamlarda artıq nədir? Əsas feil kimi istifadə olunur. Sonra uşaqlar, bizim 7-ci modal feilimiz hansıdır? Deməli, should. Bu da malı məli mənasına gəlir uşaqlar, amma digərlərindən fərqi, have to ilə must-dan fərqi nədir uşaqlar? Onu qeyd etmək lazımdır ki, deməli, should daha çox məsləhət mənasında istifadə edilir. Bura 7 qeyd eləyək, deməli, should daha çox, belə deyək də, məsləhət xarakterli cümlələrdə istifadə edilir. Malı məli gərək mənalarını verir bizə. Və özündən sonra to-suz, deməli, sadə feil tələb edir. Yalnız indiki zamanda istifadə edilir. Şəxsə və zamana görə dəyişmir. Sualını və inkarını özü düzəldir. Məsələn, deyirik ki, ta ki dişim ağrır, deyir, həkimə getmir. Belə deyək, həkimə getməlisən. Burada artıq məsləhət verir deyə should'dan istifadə edirik bu formada. Və yaxud da sən onun məsləhətlərini belə deyək, izləməlisən bu formada uşaqlar. Yəni, orada məsləhət xarakteri daşıdığı üçün mən should'dan istifadə edirəm. Məsələn, belə bir cümlə yazaq. He should take deməli, o bu dərmanı etməlidir, qəbul etməlidir. Məsləhət xarakterli olduğu üçün should'dan deməli verdim cümləni. Sualında should mübtədadan qarşıya keçir, inkarda isə not inkar hissəciyi qoşuram. Bu oldu should uşaqlar. Yəni belə də deyək ki, qorxulu məqamı yoxdur should-un. Özündən sonra da to-suz feil gətirir. Əsas bunu yadda saxlamaq lazımdır. Bizim sadəcə 8-ci və sonuncu modal feilimiz hansıdır? Ought to.
Adından göründüyü kimi bunun to'su var. Özündən sonra deməli to'lu feil tələb edir. Mənası bunun uşaqlar malı, məli və gərək mənalarını verir. Özündən sonra nə gətirdi? To'lu feil gətirdi. Və qeyd eləmək lazımdır ki, yalnız indiki sadə zamanda istifadə olunur. Sualı inkar ought vasitəsilə düzəlir. Şəxsi zamana görə nə etmir? Qətiyyən dəyişmir. Bunları yadda saxlayırsınız. Məsələn, belə bir cümlə qeyd eləyək. Məsələn üçün. You Yəni sən gec saatlara qədər oyaq qalmamalısan. Bu formanı dostlar, baxın inkarda da özü vasitəsilə düzəldi. Sualında əgər mən sual kimi düzəltmək istəsəm, ought nəyə keçir? Mübtədadan qarşıya keçməlidir. İndi dostlar, onu da qeyd edim ki sizə, bunlar modal feillər haqqında ümumi məlumatlar idi. İndi sizlər üçün mən testləri işləyərkən nələrdə diqqətli olmalıyam? Baxın, onları qeyd edəcəm. Və həmin məqamlara diqqət yetirsəniz, bir daha qeyd edirəm, testləri işləmək sizin üçün çox asan olacaq. Gəlin birinci modalları iki yerə ayırıram mən həmişə. To tələb edən modallar, baxın, bayaqdan mən sizə qeyd edirəm. Bir də to tələb etməyən modallar. Gəlin belə bir demək ayıraq. Bura yazaq. Bir də sadə feil tələb edənlər. Uşaqlar, qeyd edirəm bura. To be able to. Daha sonra hansı var idi? Bizim keçdiyimiz have to və ought to. Bəs to'suzlar hansılar idi dostlar? Can, ən məşhuru. May, must, should və need. Deməli dostlar, bunlardan sonra mütləq, baxın bu üçündən sonra to'lu feil gəlməlidir. Bu beşindən sonra isə to'suz feil gəlməlidir. Bu da əbəs-yerə deyil. Baxın, hər bax bu üçünün kökündə nə var? To var. Bunlarda isə to yoxdur. Məsələn, testlərdə belə verirlər. 3 nöqtə, tak ki, speak. Baxın dostlar, əgər bunun belə deyək də bu 3 nöqtədən sonra to gəlməyibsə, siz aşkar istifadə edəcəksiniz. Can'dan, may'dan, must'dan, should'dan və yaxud da need'dən istifadə edə bilərsiniz. Məsələn, baxaq, variantlara tutaq ki, belə yazacaqlar. Have, nə bilim, B-də yazacaqlar. Ought. C-də də yazacaqlar, məsələn, speak. Üzüllü say, speak yox. Məsələn, can. Və siz artıq baxırsınız, have-in to'su yoxdur, ought-un to'su yoxdur. Mənim variantım olur nə? C variantı, yəni can. Və yaxud da bəzən dostlar, belə bir məqamlar olacaq, baxın. Bunun kökünün yanına baxın, bura to yazacaqlar. Artıq siz can-i istifadə edə bilməyəcəksiniz. Təbii ki, indi cümlənin tərcüməsindən asılı olaraq deməli, have, to və yaxud da ought ikisindən biri də ola bilər və yaxud da heç bunu da vermirlər, çox vaxt heç vermirlər. Bunlardan biri verilir. Tutaq ki, bura should yazırlar, bura need yazırlar. Should'dan, need'dən sonra da to gəlmir deyə mən avtomatik nə edirəm? Have to-nu götürürəm. Və yaxud da bəzən elə olur ki, onu da qeyd edeyim sizə. To burada olmur. Məsələn, have to. Baxın, bu formada verir. Təbii ki, bu versiyada götürmək olar. Yenə də nədir? Have to-la istifadə olunub. Bu məqamlara diqqətli olursunuz. Demək, yadda saxlayırsınız bir daha. Can, may, must, should, need. Bunlardan sonra to gəlməz, qətiyyən gəlməz. Baxın, onlardan sonra to gətirmək cinayətə bərabər bir şeydir. Belə yadda saxlayın. To be able to, have to və ought. Bunlardan sonra da təbii ki, köklərində to olduğu üçün mütləq şəkildə to tələb olunur, to gətirməlidir. Sonra, yəni buradan sonra belə yazıram uşaqlar. To-nun gəlməyin üstünə belə kres çəkirəm. Belə yadda saxlayın. Sonra bunlarla bağlı digər bir məqamı sizə qeyd edeyim dostlar. Məsələn, ən vaciblərindən biri zaman uzlaşmasıdır. Təbii ki, zamana görə dəyişənlər, məsələn, tutaq ki, can, could, may, might, have to-nun zamanları gördünüz nə qədər dəyişir. To be able to zamanlara görə dəyişir. Baxın, orada zaman zərfinə görə, sonra belə uzlaşmalara diqqət eləməlisiniz ki, keçmişdədirsə keçmişinə verməlisiniz, indiki zamandırsa indikinə verməlisiniz. Baxın, mütləq şəkildə. Sonra dostlar, belə bir məqamlar var ki, məsələn, qeyd eləyirəm. To be able to.
Bəzən testlərdə gətirib bunu bu formada salırlar. Biz nə dedik? To be dəyişir, əmizar olur, was were olur. Yəni to be-ni mən belə görə bilmərəm, yəni test variantında. Mütləq şəkildə dəyişməlidir. Və yaxud da will, shall. Baxın, bu formada yazırlar. Ən çox testlərdə belə görəcəksiniz. Will able to, shall able to. Nəyi olmalıdır bunun? Təbii ki, be-si mütləq şəkildə olmalıdır. Baxın, əgər burada be yoxdursa, mənim variantım səhvdir. Eyni ilə should-la, would-la keçmişə nəzərən gələcəyində be-si özünü əks etdirməlidir. Bayaq qeyd etdiklərimizdən uşaqlar have-ə not qoşub sonra to gətirmək. Yəni haven't to, sonra hasn't to və hadn't to. Bunlar da yoxdur. Nə dedik? Bunlar nədir? Have to-nun uşaqlar indiki zaman forması, keçmiş zaman formasıdır. İndiki zamanda haven't to yox, nə olmalıdır? Don't have to. Sonra doesn't have to. Keçmişdə isə didn't have to şəklində olmalıdır. Suala çevirmə prosesində də do-dan, does-dan, deməli, had-də isə did-dən istifadə edirəm. Sonra uşaqlar need-lə bağlı da bir qeydi yazım sizin üçün. Testlərdə ən çox qarşınıza çıxan, belə deyim də, versiyalardan biridir. Baxaq. Needn't to. Bu belə bir şey. Needn't plus to, yəni fail. Uşaqlar, bunu gördünüz, avtomatik çıxmalısınız. Nə üçün? Əgər needn't, baxarsınız, needn't, deməli, inkarını mən needn't şəklində vermişəmsə, yəni özü vasitəsilə düzəltmişəmsə, deməli, need nədir burada? Modal feildir. Dediyi modal feil kimi özünə sonra nə gətirməz? To gətirməz. Deməli, bu kombinasiya başdan nədir? Səhvdir. Yaxşımı? Yadda saxlayırsınız. Və yaxud da needn't-dan sonra isim əvəzliyi gəlsə. Nə etmək lazımdır? Bunu da avtomatik çıxmaq lazım. Nə dedik? İsim əvəzliyi gəlirsə əsas feildir. Əsas feil kimi bunun mən inkarını necə düzəldirəm? İşləndiyi zamana uyğun olaraq köməkçi feildən. Don't need-də yazaram, didn't need-də yazaram və yəni bu formada istifadə edə bilərəm. Deməli, bu məqamlarda diqqətli olursunuz uşaqlar və inanıram ki, testlərini də asan şəkildə həll edəcəksiniz. Nə sualınız olsa, mənə yenidən ünvanlaya bilərsiniz. Sağ olun dostlar, növbəti dərslərdə görüşənədək.